Zero Limit. Joe Vitale. 7-ci hissə. Hamınızın həyatı üçün 100% məsuliyyətli olduğunu bildiyini təsəvvür edə bilirsinizmi? Deyə o soruşdu. 10 il əvvəl özümə söz verdim ki, heç kimin tənqidlərini eşitmədən günün sonuna kimi sağ qala bilsəm, məni xəstələndirəcək qədər böyük, qaymaqlı dondurma yeyəcəm. Mən hələ də bunu edə bilməmişəm. Diqqət yetirmişəm ki, özümü daha çox saxlaya bilirəm. Amma heç vaxt günün sonuna kimi dözə bilmirəm. Beləliklə, indi bildim ki, o insandır. Onun etirafına inana bilərdim. Öz üzərində çox işləsəm də, hələ də insanlar və hadisələr məni özümdən çıxarırdı. Halbuki, istərdim ki, onlar fərqli cür olsun. Həyat yolumda qarşıma çıxan hadisələrə daha səbirli yanaşmağa başlamışam. Lakin, hələ də bütün hadisələri ürək rahatlığı ilə qəbul edə bilmirəm. Bəs insanları necə əmin edə bilərik ki, onlar problemlərinə görə 100% məsuliyyət daşıyırlar? Deyə o soruşdu. Əgər problemi həll etmək istəyirsənsə, öz üzərində işlə. Əgər problemin başqa biri ilədirsə, məsələn, özündən soruş, mənim daxilimdə nə baş verir ki, bu təngə gətirir. İnsanlar sizi bezdirmək üçün həyatınızda peyda olurlar. Əgər bunu bilirsənsə, sən istənilən vəziyyətdən çıxa bilərsən. Necə? Bu sadədir. Mən baş verən hər şey üçün təəssüf edirəm. Xahiş edirəm, məni bağışla. O anlatmağa davam edirdi ki, əgər siz bir terapevt, masajist və ya xiropraktiksinizsə, sümük həkimi və kimsə yanınıza bel ağrısı ilə gəlirsə, ağlınıza gələn ilk sual, mənim daxilimdə bu insanın bel ağrısını üzə çıxaran nə baş verir olmalıdır. Bu, həyata fövqəladə yeni baxış tərzidir. Bu, qismən də olsa, Doktor Hiyolinin ruhi xəstə cinayətkarlara necə şəfa verdiyini izah edir. O, onlar üzərində deyil, öz üzərində işləyirdi. O izah etməyə davam edirdi ki, biz hamımız əslində ürəyimizdə heç bir proqram və xatirələrimiz və hətta hiddətimiz olmadan safıq. Bu sıfır halıdır. Burada heç bir məhdudiyyət yoxdur, lakin biz yaşadıkca insanlar soyuğu tutduğu kimi biz də proqram və xatirələri tuturuq. Biz soyuqlayanda özümüzü elə də pis hiss etmirik, amma onun canımızdan çıxması üçün əlimizdən gələni edirik. Proqramlar ilə də eyni cürdür. Biz onları tuturuq. Başqasında proqram gördükdə özümüz də ona sahib oluruq. Yeganə yol təmizlənməkdir. Doktor Hiyolin dedi. Həyatının hər bir anını özünün yazmağı üçün 100 məsuliyyətli olmağa can atan insanların problem və xəstəliklərdən hər zaman çıxış yolu vardır. Qədim Havay təbabət prosesi Ho'oponopono'da fərd sevginin onun daxilindəki səhvlərini düzəltməsini xahiş edir. Sən deyirsən, mən məyusam. Daxilimdə problem kimi yarananlara görə məni bağışla. O zaman sevginin öhdəliyi onun daxilində problem kimi bəyan olan yanlışların dəyişdirilməsidir. Ho'oponopono hər problemi ağır sınaq kimi yox, fürsət kimi görür. Problemlər sadəcə keçmişin xatirələrini yenidən canlandırmaqla bizə onları sevginin gözü ilə görməyə və daha həvəslə hərəkət etməyi göstərir, deyə o əlavə etdi. Təkrar edirəm, mən workshopun təfərrüatları ilə bölüşmək qadağan olunub, ciddi sözümdür. Mən məxfiliyin qorunması haqqında müqavilə imzalamalı olmuşam. Bu əsasən iştirakçıların məxfiliyini qorumaq üçün idi. Amma sizə bircə bunu deyə bilərəm ki, bu öz həyatınız haqqında gördüyünüz tam məsuliyyətin haqqındadır. Bilirəm, bunu əvvəl eşitmisiniz, mən də. Amma siz heç vaxt bunu workshopdakı öyrədilən kimi müfəssəl şəkildə nəzərdən keçirməmişsiniz. Bütöv məsuliyyət onu hər şeyi ilə qəbul etmək deməkdir.
Hətta həyatınıza daxil olan insanlar da onların problemi belə. Çünki onların problemi sizin probleminizdir. Onlar sizin həyatınızdadır və siz də öz həyatınız üçün tam məsuliyyət daşıdığınıza görə demək ki, siz onların da yaşadığına tam məsuliyyət daşıyırsınız. Bunu yenidən oxuyum. Sizi əmin edirəm. Bu düşüncə tərzini dəyişdirən, dünya görüşünü artıran və beyninizi təzələyən bir konsepsiyadır. Bu konsepsiyanın ardından getmək həyatınızı kökündən dəyişmək deməkdir. İnsanların yaşadıklarına görə 100% məsuliyyət daşımaqları fikrini qəbul edib icra etməyi bir yana, bir çoxlarının bu fikri qavramağı belə çətin məsələdir. Sözü gedən fikri qəbul etdiyiniz an yaranan növbəti sual özünüzü necə dəyişəsiniz ki, sizinlə bircə digərləri də dəyişsin olacaqdır. Yeganə düzgün yol mən səni sevirəmdir. Bax, budur, şəfanın açarı. Siz bunu ancaq öz üzərinizdə tətbiq edirsiniz. Digərlərinin deyil, onların problemi sizin probleminizdir. Yadında saxlayın ki, onların üzərində işləmək sizə kömək etməyəcək. Onların şəfaya ehtiyacı yoxdur, sizin var. Siz özünüzü müalicə etməlisiniz. Siz bütün baş verənlərin mənbəyisiniz. Müasirləşdirilmiş Ho'oponopono prosesinin mahiyyəti məhz budur. Davam edin və bu haqda ətraflı düşünün. Siz düşünərkən mən davamlı olaraq təkrar edəcəm. Mən səni sevirəm. Bu həftəki seminarımızın əsas nəzər nöqtəsi odur ki, siz ya yaddaşınız, ya ilhamınızdan irəli gələrək hərəkət edirsiniz. Yaddaş düşündürür, ilham isə azadlıq verir. Yəqin ki, bir çoxlarımız xatirələr ilə yaşayırıq. Biz bunu dərk etmirik. Çünki hələ dərk etmə dövründəyik. Dünyanı belə qavrayarkən ilahi beynimizə ismarış göndərir. Lakin əgər yaddaşımız fəaldırsa, çox vaxt elə də olur. İlhamınızın ardından getmək bir kənara, onu eşidə belə bilməyəcəksiniz. Nəticə olaraq ilahidən gələn bir sözü belə eşitməyəcəksiniz. Çünki başınız beyninizdəki səs-küyə qarışıb. Doktor Hughlin öz fikirlərini aydınlaşdırmaq üçün bir neçə şəkil çəkdi. Boşluq nəzəriyyəsi diaqramına bax. Biri üçbucaq idi. O dedi ki, bu sizsiniz. Fərdin özü, mərkəzdə onun daxilində ilahidən başqa heç nə yoxdur. Bu məhdudiyyətlərin olmadığı sıfır halıdır. Sən Tanrıdan ilham alacaqsan. İlham Tanrıdan gəlir. Yaddaş isə bəşəriyyətin ibtidai təhdər-şuurunda bir proqramdır. Proqram onu digərlərində gördükdə başqaları ilə paylaşdığımız inanc kimidir. Bizim istədiyimiz bütün proqramları təmizləməkdir ki, daha çox ilhamın gələ biləcəyi sıfır halına dönə bilərik. Doktor Hughlin xatirələrin paylaşıldığını izah etmək üçün xeyli vaxt sərf etdi. Əgər hansısa insanda nəsə xoşunuza gəlmirsə, deməli həmin xüsusiyyət sizdə də var. Sizin işiniz bunu aradan qaldırmaqdır. Siz bunu edən kimi həmin xüsusiyyət digər insanda da itəcək. Nəticə etibarilə bütün dünya həmin xüsusiyyətdən azad olacaq. Hughlin bildirdi ki, dünyada ən dayanıqlı proqramlardan biri qadınların kişilərə olan nifrətidir. Mən təmizləmə aparıram və bu mənə alaq otlarını bir-bir dartıb nəhəng alaq otu tarlasına atmağı xatırladır. Hər bir alaq otu proqramın əsasıdır. Qadınların kişilərə qarşı dərin kök salmış nifrəti vardır. Biz onları sevməliyik ki, bu nifrətdən azad olaq. Yuxarıda göstərilənləri tamamilə anlamırdım. Bu növbəti nümunə və ya dünya xəritəsinə bənzəyən bir şeydir. Hər bir psixoloqun, filosofun və din adamının belə bir modeli vardır. Məni məhz bu model maraqlandırırdı. Çünki görünürdü ki, bununla bütün yer kürəsi sağaltmaq olar. Nəticə etibarilə əgər Doktor Hughlin bütün palatadakı ruhi xəstə cinayətkarları sağalda bilibsə, kim bilir hələ
daha nələr mümkündür. Lakin doktor Hyoulin qeyd etdi ki, Ho'oponopono'ya yiyələnmək elə də asan deyil. Bu öhdəlik tələb edir. Həyat McDonald'sdakı kimi avtomobil ilə fast food sifarişi pəncərəsi deyil ki, sifarişinizi dərhal alasınız. Tanrı sifariş qəbul etmir. Fikrinizi davamlı olaraq təmizləməyə və bir daha təmizləməyə cəmləşdirməlisiniz. O bizə başqalarının mümkünsüz olduğunu düşündüyü bu üsulu tətbiq edən insanlardan danışırdı. Hekayələrdən biri raketlərdən biri ilə bağlı problemlə ona müraciət edən NASA-da işləyən mühəndis haqqında idi. Doktor Hyoulin izah etdi ki, o yanıma gələndə elə hesab etdim ki, mən problemin bir hissəsiyəm. Mən təmizləmə apardım. Raketə söylədim ki, mən təəssüf edirəm. O daha sonra yanıma gələndə söylədi ki, raketin uçuş zamanı hansısa yol ilə problem öz-özünə aradan qalxdı. Raketə kömək Ho'oponopono tətbiq etməkmi oldu? Doktor Hyoulin bu və mühəndis belə düşünürlər. Mən həmin mühəndis ilə danışdım və o söylədi ki, raketin öz-özünü təmir etməsi mümkün olası bir şey deyil. Möcüzəyə bənzər bir şey baş verməlidir. Onun üçün də bu doktor Hyoulin'in köməyi ilə təmizləmək idi. Deyə bilmərəm ki, bu hekayətə inandım. Lakin baş verənlərə heç bir başqa açıqlamam yox idi. Seminarda fasilə zamanı mənə bir nəfər yaxınlaşaraq dedi. Bilirsinizmi, burada sizinlə eyni adda məşhur interner marketoloqu da iştirak edir. Onun zarafat edib etmədiyindən əmin olmadığım üçün soruşdum. Doğrudan, bəli, o spiritual marketinq və hipnoz haqqında bir çox kitabın müəllifidir. O əla oğlandır. Bu mənəm deyə cavab verdim. Kişi pərt olmuş kimi görünürdü. Mark Ryan bütün söhbətlərimizə qulaq şahidi oldu və bu ona məzəl gəldi. Mənim üçün elə də əhəmiyyətli deyildi ki, insanlar mənim internet aləmində məşhur olduğumu bilsinlər. Ancaq mən getdikcə seminar boyu məşhurlaşırdım. Seminar boyu doktor Hyoulin mənə dəfələrlə müraciət etdiyinə görə insanlar hətta düşünməyə başlamışdı ki, o məni onlardan ayırır. İştirakçılardan biri soruşdu. Sizin doktor Hyoulin ilə bir əlaqəniz varmı? Yox dedim və onu belə düşünməyə nə vadar edir deyə soruşdum. Cavabında həmin şəxs bilmirəm, sadəcə elə görünür ki, doktor bütün fikrini sizdə cəmləşdirib. Mən kütlədən ayırmağı mənə heç bir mənfi təəssürat bağışlamadı. Əksinə diqqət mərkəzində olmaq mənə xoş idi və elə hesab edirdim ki, bunu mənə şəxsən kömək etmək üçün edirdi. Çünki bilirdi ki, mən kitab yazıram və bu işlə internetdə də məşğulam. Əminəm ki, ürəyinin dərinliyində bilirdi ki, əgər mən şəfa haqqında olan bu çağırışı dərk etsəm, çoxlarına kömək edə biləcəyəm. O zaman hələ bilmirdim ki, ilahi tərəfindən ilhamlanan doktor məni quru olmağa hazırlayırdı. Düzdür, dünya yox, özüm üçün quru olmağa.